Salam değerli dostlar. Kanalımda hoş gördüm sizləri. Bugün sizlərlə paylaşacağım tarif ən çox israf edilən bayat çörəkdən pizza tarifidir. Tarifə keçməzdən əvvəl daha çox yemək tarifi üçün kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. İstifadə edəcəyim ərzaqlar: pizza xəmiri düzəltmək üçün yarım doğranmış zavod çörəyi. Mən istifadə etdiyim çörək bir həftəlik çörəkdir. 1 stəkan süd, çörəyin quruluğuna görə südün miqdarı dəyişir. Yarım armudu stəkan duru yağ, 2 ədəd yumurta, 1 paket qabartma tozu. Üzəri üçün tomatlı sos hazırlayacağam. Bunun üçün 3 çay qaşığı pomidor tomatı, yarım stəkan soyuq su, 1 çay qaşığı silmə kəklik otu və duz istifadə edəcəm. Duzun miqdarı istifadə edəcəyimiz Holland pendirindən, kalbasalardan asılı olaraq dəyişir. Pizzanın üzərini sevdiyiniz kimi hazırlaya bilərsiniz. Mən 2 cür kalbasa, qarğıdalı, pomidor, qırmızı və yaşıl biberlə hazırlayacağam. Ümumilikdə istifadə edəcəyim Holland pendiri 160 qramdır. Çörəyi xəmir halına salmaq üçün sos hazırlayıram. Bir qaba südü, duru yağı, qabartma tozunu və yumurtanı əlavə edib qarışdırıram. Sos hazırdır. Bayat çörəyi pizzanı hazırlayacağım qaba əlavə edirəm. Boşluq qalmayacaq şəkildə üzərini düzləşdirirəm. Üzərinə sosu əlavə edirəm. Qaşıq vasitəsilə hər bir çörək parçasının sosa dəyməsinə kömək edirəm. Hər biri islandıqdan sonra əvvəlcədən 180 dərəcə qızdırdığım sobada üzəri qızarana dək bişirirəm. Tomatlı sos üçün qaba tomat pastasını, kəklik otunu və duzu əlavə edib qarışdırıram. Yarım stəkan soyuq su əlavə edib tomat pastasını açıram və sos hazır olur. Pizzanın üzəri üçün istifadə edəcəyim ərzaqları hazırlayıram. Holland pendirini rəndənin iri gözü ilə rəndələyirəm.
Çörəyi sobadan çıxarıb üzərinə tomatlı sos, sonra biraz Holland pendiri və istifadə edəcəyim ərzaqları əlavə edirəm. 180 dərəcəli sobada 30 dəqiqə bişirirəm. "30 dəqiqə sonra pizzanı sobadan çıxarıram. Üzərinə Holland pendiri əlavə edib yenidən sobaya qoyuram. Pendir əriyib üzəri qızaranda pizza hazır olur. Pizza çox dadlı alınır. Bu tarif bayat çörəyi dəyərləndirməyin ən yaxşı yollarından biridir. İnşallah hər kəsin süfrəsi dolu, evi ruzili olar. Hər kəs paylaşdığım tarifləri hazırlaya bilər. Amin. Bizə və hazırlayacaq olan hər kəsə nuş olsun. Gələn videoda görüşənədək. Hələlik.